Salam əziz abituriyentlər və şagirdlər. Bu videoda OTK-nın bu gün olan buraxılış imtahanı sınağının izahını verəcəm. İndi isə keçək birinci suala. Baxın, birinci sualda bizə deyir ki, 15% 60 olan ədədi tapan. Faizə görə ədədi tapanda nə edirdi? Ədədi 100-ə vurub faiz göstərən ədədə bölürdük. Deməli 15 ilə burada 60 getdi, qaldı 4. 4-ü də 100-ə vuranda 400. Cavab A variantı. İkinci sual. Deməli, daha doğrusu bu 31-ci sualdır, düzdürmü? Sonra ikinci sual, yəni 32. Deməli, burada bizə deyir ki, sinüs 60 dərəcə üstə gəlsin, kosinüs 30 dərəcə bölünsün, tangens 60 dərəcə üstə gəlsin, kotangens 30 dərəcə ifadəsinin qiymətini tapın. İndi burada biz nə edəcəyik? Qiymətlərini qoyacaq sadəcə yerinə. Sinüs 60 dərəcə nəyə bərabərdir? Kök altda 3 bölünsün 2 üstə gəlsin. Kosinüs 30 dərəcə. Bu da kök altda 3 bölünsün 2-dir. Tangens 60 dərəcə kök altda 3-dür. Eyni zamanda kotangens 30 da kök altda 3-dür. Bunları toplayanda sürətdə kök altda 3 qalacaq. Məxrəcdə bunları toplayanda 2 kök altda 3 qalacaq. Bunlar da ixtisara gedəndə qalacaq 2-də 1. Cavab C variantı. Növbəti 33-cü suala baxaq. Baxın, bizə deyir ki, burada A çoxluğunun elementləri 2 rəqəmli cüt ədədlərdir. B çoxluğunun deməli 2 rəqəmli cüt ədədlərdir. B çoxluğunun elementləri isə 6-ya bölünən 2 rəqəmli ədədlərdir. A ilə B-nin deməli A və B çoxluğunun kəsməsindəki elementlərin sayını tapın. Düzdürmü? İndi burada nə edəcəyik? Baxın, A nədir? 2-yə bölünən cüt ədədlərdir. Düzdürmü? Siz burada heç A-nı tapmağa ehtiyac yoxdur. Niyə görə? Diqqət etsəz görəsiniz ki, burada 6-ya bölünən 2 rəqəmli ədədlər, onsuz da cüt ədədlərdir. Deməli, elə 6-ya bölünən 2 rəqəmli ədədlər ilə A çoxluğunun nə idi? Alt çoxluğudur. Aydındırmı? Belə fikirləşin də, yəni bu 2 rəqəmli ədədlər çoxluğudur A, daha doğrusu 2 rəqəmli cüt ədədlər çoxluğudur. Bu da B-də 6-ya bölünən 2 rəqəmli ədədlər çoxluğudur. Elə bu 6-ya bölünən 2 rəqəmli ədədlər də elə 2-yə bölünmür. Deməli B A-nın alt çoxluğudur. Deməli burada elə kəsməsini tapmaq elə B-ni tapmaq deməkdir. 6-ya bölünən neçədə 2 rəqəmli ədəd var? Deməli o üçün də 99-u böləcəyik biz 6-ya. Deməli bir dəfə 9, 39, 39-un üçün 6 dəfə, deməli 36 eləyir, qalıq 3. Deməli 99-a qədər 6-ya bölünən 16 da ədəd var. Amma burada diqqət edin, burada 6-dan başlayırıq. 6 2 rəqəmli ədəd deyil. Ona görə də 16-dan 1 çıxırıq, yəni bunu eləyəcək 15. Deməli onda nə olacaq? Cavab A variantı 15 olacaq. Sonra deməli deməli burada 34-cü sual. Bunu üzərində izah edəcəm. 34-də deyir ki, ABC üçbucağında AD tənböləndir. Sonra AB-nin AC-yə nisbəti 3-də 2-dir. Və yaxud da 2 bölünsün 3-dür. BD 6 olarsa DC-ni tapın. Deməli, burada bura 2x-dir. Belə deyək. Bir dəqiqə. Bu daha qalın edeyim. Bura AB 2x olacaq. AC 3x olacaq. Burada neçədir? 6 olduğunu bizə verib. Bizdən DC-ni, yəni burada bir A deyil. A-nı soruşur. Baxın, tənbölənin xassəsi nə idi? Bu tənböləndir, düzdürmü? AB-nin BD-yə nisbəti bərabərdir AC-nin DC-yə nisbətinə. AB 2K-dır, bölünsün BD 6-ya bərabərdir. AC 3K-dır, bölünsün A-ya. Burada A-nı tapanda nəyə bərabərdir? Deməli 18K bölünsün 2K-ya, o da eləyəcək 9. Cavab 9C variantı. Sonra keçək növbəti suala. Deməli 35-ci suala. 35-ci sualda burada deməli Z1 bizə niyə bərabər olduğunu verib? 5 çıxılsın i-dir. Z2 niyə bərabərdir? 3 üstə gəlsin i-dir. Bunların deməli hasilini soruşur. Deməli Z1-in Z2-yə hasili niyə bərabərdir? Bunları vururuq. 5 çıxılsın i-ni 3 üstə gəlsin i-yə vururuq. Burada isə 15 üstə gəlsin 5-i çıxılsın 3-i çıxılsın deməli i-nin kvadratı. Bu da bərabərdir. 15 üstə gəlsin 2i. Bu mənfi i kvadrat mənfi 1-dir. Qabağında da 1 mənfi olanda deməli müsbət 1 olur. Bu da 36 üstə, daha 36 deyil, 16 üstə gəlsin 2 idi.
Cavab A variantı, A variantı olur. Sonra keçək deməli 36-cı suala. 36-cı sualda da deməli bizə deyir ki, radiusu 5 olan kürənin səthinin sahəsi. Kürənin səthinin sahəsi S bərabərdir 4 pi r kvadratdır. Aydındırmı? Radius da 5'dir. Yəni r də bərabərdir 5'dir. Yerinə qoysaq 4 pi vurulsun 5'in kvadratı. 5'in kvadratı 25, onu 4'ə vuranda 100 pi olacaq. Cavab olsun burada Y variantı. Burada cavabları qeyd eləmirəm. Yəni sağda əslində qeyd eləmirəm. Sonra 37-ci sual. 37-ci sualda deyir ki, ifadəni sadələşdirin. Baxın, burada kökün altında 64'dür. 64 vurulsun 0,1 kimi yazıram. Üstə gəlsin 0,4'də 4 vurulsun 0,1 kimi yazıram. Burada 64 qarşıya keçir. 8 vurulsun kökün altında 0,1. Üstə gəlsin 4 də qarşıya, yəni kökdən çıxır daha doğrusu desək. 2 kökün altında 0,1. Bu da bərabər toplasaq 10 kökün altında 0,1 və onu da kökün altına salsaq deməli 100 vurulsun 0,1. Bu da kökün altında 10 deməkdir. D variantı. Sonra deməli 38 deməli 38'də də bizdən deyir ki, ifadəni sadələşdirin. Burada gəlin bu sürətdə olan birinci kəsin sürətində x kvadrat çıxılsın x çıxsın 2 ifadəsini sadələşdirək. Deməli burada diqqət yetirsək görərik ki, V teoreməsinin kökləri hasili -2-dir, cəmi də müsbət 1. Yəni x1 üstə gəlsin x2 1-dir, x1 vurulsun x2 də nədir? -2-dir. -2-dir. Yəni bu da nə deməkdir? Yəni kökləri hasili -2, cəmi 1 deməkdir. Biri -2-dir, biri 1 deməkdir. Düzdürmü? Deməli biri 1'dir, digəri də -2-dir. Bu deməkdir ki, bunun kökləri vurğulara ayrılışır. Deməli x üstə gəlsin 2, bir də x deməli -1 də burada kök. Daha doğrusu -1'dir. Tərsəsində yazmışım. Bu deməli -2'dir, bura 1'dir, onda -1'dir kök. Deməli x onda +1 olacaq. X -2 olacaq. Çünki 2 ilə -1'i vuranda -2'dir. 2 ilə -1'i toplayanda müsbət 1'dir. Qarşısına mənfi yazılanda olacaq. Deməli mənfi ödəyir. Deməli sürətin vurğulara ayrılışı budur. Yəni aparıb yerinə qoysaq, deməli x üstə gəlsin 1, x çıxılsın 2. Yəni vurulsun. Məxrəcdəkində kvadratlar fərqidir. Ayırsaq x çıxılsın 2, x üstə gəlsin 2. Vurulsun. Sürətdə də orta vuruq kimi x-i çıxarsaq x üstə gəlsin 2. Məxrəcdə də kvadratlar fərqidir. Vuruqları ayırsaq x çıxsın 1, x üstə gəlsin 1'dir. İndi baxın, x +1 ilə x +1 getdi. X çıxılsın 2 ilə x çıxılsın 2 getdi. X +2'lər də getdi. Yerdə nə qaldı? X bölünsün x çıxılsın 1'dir. Cavab da C variantıdır. Sonra bu hissəyə qurtardım. Növbəti suala baxaq. 39. Deyir ki, 2 müstəvi 60 dərəcəli bucaq altında kəsilir. Bu müstəvilərdən birinin üzərində olan A nöqtəsi digər müstəvidən 6 sm məsafədədir. A nöqtəsindən müstəvilərin kəsmə xəttinə qədər olan məsafəni tapın. Deməli, bunu necə edəcəyik? Baxın, gəlin bu lap canlandıraq gözümüzdə. Birinci müstəvini belə götürək. İkinci müstəvini də belə götürək. İndi o bucağı canlandıra biləydi. Bu xətti də çəkək, bir də bu xətti. Baxın, burada 60 dərəcə nədir? Buradakı bu bucaqdır. Doğrudur və müstəvinin üzərində olan nöqtə, tutaq ki, bu müstəvi A nöqtəsi götürdüm. A nöqtəsindən digər müstəvi, bu müstəvi olsun alfa müstəvisi, bu olsun beta müstəvisi. A'dan perpendikülər endirsəm, yəni bu bizə 6'nı verir və bizdən deyir ki, A nöqtəsindən müstəvilərin kəsmə nöqtəsinə qədər. Yəni burada kəsmə nöqtəsi də burada B'dir. Kəsmə xətti daha doğrusu. Çünki xətt o demək ki, yəni bu 2 də müstəvi, bu kəsrə bu xətt. Yəni bunu nəzərdə tuturlar. İndi baxın, burada da düz bucağı, üç bucağı yarandı. Onu da göstərək. Bir dəqiqə. Sarı rənglə göstərəcəm ki, tam aydın biləsiniz. Baxın, bu düz bucağı, üç bucağı yarandı burada.
Demek 60 dereceli bucağın qarşısındakı katet 60'dır. Sinüslər teoremindən daha doğrusu düz bucaq, üst bucaqda sinüsdən istifadə etsək, deməli 6'nın AB'ye nisbəti nəyə bərabər? Sinüs 60'a. Yəni burada 6 bölünsün AB bərabərdir. Kökün altında 3 bölünsün 2'dir. AB'ni tapsaq nəyə bərabər? 12 bölünsün kökün altında 3. Bu da 4 kökün altında 3'ə bərabərdir. Y variantı. Cavab oldu Y variantı. Sonra keçsək deməli növbəti suala. Rəngi dəyişim. Aha, bizə deyir ki 40-cı suala baxaq. Deyir ki, bərabərsizlik ödəyən natural ədədlərin cəmini tapın. Mötərizə vurub atsaq 4x çıxılsın 6 kiçik bərabərdir 3x çıxılsın 2-dən. X'lar bir tərəfə 4x çıxılsın 3x kiçik bərabərdir 6 çıxılsın 2-dən. Burada da x kiçik bərabərdir 4-dən. Bunu ödəyən natural ədədlər hansılardır? 1-dir, 2-dir, 3-dür, 4-dür. Bunların cəmi də bizə 10'u verir. Buna görə də B variantıdır. Sonra 41. 41-ci sualda bizə deyir ki, kosinus kvadrat x üstəgəlsin 2 kosinus x üstəgəlsin 1 bərabər 0 tənliyini həll edin. Baxın, burada kosinus x-a 1 deyirsəm, yəni göstər dərəcəsi 2-dir, düzdürmü? Nə alınacaq burada? T'nin kvadratı plus 2t plus 1 bərabər 0. Bu da cəmin kvadratı deyil, yəni t üstəgəlsin 1'in kvadratı bərabərdir 0'dır. Deməli, bunun 0'a bərabər olması üçün t plus 1 0'a bərabər olmalıdır. Buradan da t bərabərdir -1. Bizdə t'ye kosinus demişdik, düzdür mü? Yəni kosinus x bərabərdir -1. Bu da xüsusi halda pi üstəgəlsin 2 pi k'da alır. Cavab buna görə də A variantı. Sonra keçək 42-ci suala. 42-ci sualda da deməli bizə deyir ki, təhlükə sistemində x, y xassini tapın. Burada birinci təhlükdə x-i ortaq vuruş kimi çıxartsam, nə alınacaq? 2x üstəgəlsin y bərabərdir 2'dir. Baxın, bizə deyir ki, 2x üstəgəlsin y 1'ə bərabər. Yəni bu ifadənin qiyməti 1'dir. Onda buradan x nəyə bərabərdir? 2'yə bərabərdir. 2x üstəgəlsin y axı 1'ə bərabər idi. Aparıb yerinə qoysaq 4x2'dir. 4 üstəgəlsin y bərabərdir 1. Y də burada nəyə bərabərdir? -3'ə. Y -3'dür, x də 2'dir. X'in y hasili də bizə verəcək -6 D variantı. Sonra 43. Deməli 43'də də sonsuz azalan həndəsi silsilədə S15'dir, Q 3'də 1'dir. Olarsa B1'i tapın. Düstur nə idi? S bərabərdir. B1 bölünsün 1 minus Q'ydur. Düzdürmü? Yerinə qoysa 15 bərabərdir. B1 bölünsün 1 çıxılsın 3'də 1. Buradan B1'i tapsa 15'i vurmalıyıq. 1 çıxılsın 3'də 1. Neçə edir? 3'də 2. Buradan da B1 nəyə bərabərdir? 10'a bərabərdir. Cavab A variantı. Sonra deməli 44'ə baxaq. Nömrə 44'də də bizə deyir ki, tənliyin böyük kökünü tapın. 13 dəqiqədir. Aha. Deməli, burada əsasları eyniləşdirirəm mən. 64'də 1 nəyə bərabərdir? Yəni bu 64'də 1. 2'nin üzərində -6 demək deyil. Onda 2'nin üzərində x kvadrat çıxılsın 5x bərabərdir 2'nin üzərində -6'ya. Əsaslar bərabərsə qüvvətlər də bərabər olacaq. Yəni x'in kvadratı çıxılsın 5x bərabərdir -6. Buradan da x'in kvadratı çıxılsın 5x üstəgəlsin 6 bərabərdir 0'dır. Buradan x1 üstəgəlsin x2 5'dir. x1 vurulsun x2 də 6'ya bərabərdir. Demək bu nədir? x1 bərabərdir 2'dir. x2 bərabərdir 3'dür. Və böyük kök 3 olacaq. Aydındır mı hər kəsə? Sonra keçirik 45'ə. Baxın 45'də bizə deyir ki, üçbucaq ABC oxşardır üçbucaq deməli MNK-ya. Düzdürmü? Və bizdən ABC-nin perimetri soruşur. Burada MNK üçbucağının tərəfləri verilib. Burada əsas nəyə bilməlisiniz? Bu üçbucaqlar oxşardırsa, onda AB-nin MN-ə nisbəti bərabər olmalıdır BC-nin. Yəni bu şəkildə. Deməli AB-nin burada budur. Sonra deməli BC-yə nisbəti, evet, daha doğrusu AB-nin MN-ə nisbəti, sonra BC-nin NK-yə nisbəti, bir də 3-cü AC-nin MK-yə nisbətinə bərabər olmalıdır. Bu 3 uyğunlaşdırma.
Deməli, burada da deməli BC-nin NK-ya, bu da bərabərdir AC-nin MK-ya. AB neçədir? Yəni AB bölünsün. Deməli M-in burada niyə bərabərdir? Bu ikisinin qiymətləri verir. 10, M-in də 2-dir. Bərabərdir 5-dir. Deməli, bu nisbət 5-ə bərabərsə, deməli BC nəyə bərabərdir? 2 NK-ya. NK neçə idi burada? Daha sonra 5'e 5 NK'ya. Çünki burada nisbət bu daxil. Deməli NK neçədir burada? Deməli NK 5'dir. 5'i vurduq 5'e oldu 25. Deməli qeyd edeyim. Deməli bu 5'dir, bu 10'dur. Bura 25 oldu. Deməli BC. Sonra digər tərəf deməli AC bəs niyə bərabər olacaq? 5 M-nə. Deməli, M-in neçədir burada? Daha sonra MK-ya. MK-dır burada səhvə M-in yazmışam. MK. Deməli, bu da 5 vurulsun 6 deməkdir. O da eləyir 30. Deməli, bu hissədə 30 oldu. Perimetrini tapanda nə edirdi? Tərəflərini toplayırdı. 10 üstə gəlsin, 30 üstə gəlsin 25. Bizə verəcək 65. Cavab 65'dir. Sonra keçək 46'ya. Baxın, 46 da xassədir. Xassəni də yazacağım bura. Deməli, ifadənin qiymətini soruşur. Baxın, loqaritma A əsasından B vurulsun loqaritma B əsasından C vurulsun loqaritma. Deməli, C də D. Baxın, bura çarpar şəkildə ixtisar gedir. Nə qalır? Loqaritma, yəni çarpar şəkildə ixtisar demək, çarpar şəkildə yəni yoxa çıxır da, belə deyək. A da D. Aydındırmı? Burada da həmin xassədir. Baxın, 7 ilə 7 gedir. 15 ilə 15 gedir. 7 nə qalır? Loqaritma 2 əsasından 8. Bu da niyə belə? Loqaritma 2-də 2-nin kubu 3 qarşıya keçir. 2-də 2 1 verir. Cavab ona görə 3 olur. Sonra 47-ci suala baxaq. 47-nin üzərində izah deyir ki, BD parçası ABC'nin üçbucağının, C'nin parçası isə BCD üçbucağının medianıdır. ABC üçbucağının sayısı 150 olarsa MBC üçbucağının sayısını tapın. Yəni ilk öncə biz hansı üçbucaqdan başlayırıq? Burada baxın bu üçbucaqdan. Axı burada C bunun medianı daxil. Biz də bilirik ki, median üçbucağın sayısını 2 bərabər sahəli üçbucağa ayırır. Yəni 1 median. Deməli bura S olsa burada S'dir. Aydındır. Sonra axı burada indi ABC üçbucağına baxsaq, BD-də median daxil. Buranın sayısı 2S deyil. Onda buranın da sayısı nə olmalıdır? 2S olmalıdır. Aydındır. Demək, onda üçbucağın bu sayısı niyə bərabərdir? Ümumi S üçbucaq niyə bərabərdir? 4S-ə bərabərdir. 4S də ümumi niyə bərabərdir? 180-da. Buradan da S-i tapdıq. 45 eləyəcək 45. Bizdən də hansı üçbucağın sayısını soruşur? Deməli MBC. MBC-nin də sayısı deməli deməli sahə MBC S-ə bərabər deyil. O da eləyəcək 45. Cavab oldu 45. Sonra deməli 48-ə baxaq. Nömrə 48. Bizə deyir ki, 210 ədədinin sadə vurğularının cəmini tapın. Deməli 210-u sadə vurğulara ayıraq. Bunu qısa şəkildə ayıracağam. Necə? Bunu 21 vurursa 10 kimi yaza bilərəm də. 21 nədir? 3 7-dir. 10 da nədir? 2 vurursun 5. Yəni buradakı hamısı sadə vurğulara ayrışı oldu. Bunları toplayacaq. 3 üstə gəlsin 7, 3 üstə gəlsin 2 üstə gəlsin 5, cəmi eləyəcək 17. Cavab 17. Sonra aha, bax bu sual maraqlı sualdır. 49. Deməli, bundan əvvəl hansı bir sınağa düşmüşdük. Xatırlayıram belə tip bir sualı. Deməli, ABCD trapesiyasında bucaq A 50 dərəcədir. Bucaq D 80 dərəcədir. BC 4-dür. CD 7-dir. AD oturacağını tapın. Baxın, burada nəyə diqqət etməlisə? Bu sual da çox qəşəng bir sualdır. Dəqiq. Aha. Baxın, bu 50 dərəcə deyil. Mən götürürəm C təpəsindən AB-yə bir paralel düz xətt çəkirəm. Aydındır. Axı, trapesiyada bunlar paraleldir axı. Düzdür. Onda fikir verin. AB ilə CD paralel olduğundan bu bucaq A 50 dərəcəsi, buradakı bucaq da 50 dərəcə olmur. Doğrudur. Yuxarıdakı bəs bucaq neçə dərəcə olacaq? Aha, deməli 50 dərəcə olacaq. Yadınızda saxlayın. Bərabəryanın üç bucaqda, yəni və yaxud da belə yadınızda saxlayın. 50 ilə 80-i görürsünüz. Ağlınızda bərabəryanın üç bucaq gəlsin. Burada 50 dərəcə olacaq. İndi burada diqqət yetirsə görürsünüz. Bu axı bərabəryanın üç bucaq alındı. Bura bir-birinə bərabərdir. Düzdür. CD
deməli 7'dir. Onda burada 7 olacaq. Sonra B'si 4 ise burada paralel çektim. Bakın mesela S ne diye S'yi paralel de AB'ye paralelgram alındı. Paralelgramda da yani karşı tərəflər yani beraberdir. Onda burada 4 oldu. Onda AD oturacağı neye beraberdir? 4 ise gelsin 7, 11. Cevap elədi 11. Sonra deməli bu qəşəng sual idi. Sonra bu suala baxaq. Bunun üzərində izah edəcəm. Bizə deyir ki, fx bərabərdir ax kvadrat plus bx plus c funksiyasının qrafikinə əsasən f4'ü tapın. Birinci, baxın qrafikə görək bu funksiya, kvadrat funksiya bizə necə verilib. Baxın, bu nöqtə bizim təpə nöqtələrimizdir, düzdürmü? Demək, bunun təpə nöqtəsi, belə deyək, t ilə işarə edir təpə. Bura t deyək. Təpə nöqtə nəyə bərabərdir? 1, 4'e bərabərdir. Təpə nöqtələri nə demək? Yəni birinci, yəni bu x-i göstərən m-dir, ikinci n-dir. Demək, onda kvadrat funksiyanın gəlin təpə nöqtələrinə görə yazışını yazaq. Demək, kvadrat funksiyanın təpə nöqtələrinə görə yazışı necə idi? A x çıxılsın m-in kvadratı üstə gəlsin n idi. Yerinə qoysaq fx nəyə bərabərdir? Burada a vurulsun x. m 1'dir, çıxılsın 1'in kvadratı üstə gəlsin 4'dür. İndi burada nəyə diqqət etməlisiniz? Burada da x0 olanda funksiyanın qiyməti nəyə bərabərdir? 5'e. Yəni f0 nəyə bərabər olacaq? C-yə bərabərdir. Yəni C də burada neçədir? 5'dir. Həmişə yadda saxlayın. f0 kvadrat funksiyada C-yə bərabərdir. İndi aparıb yerinə qoysaq, deməli 5 bərabərdir. A vurulsun mənfi 1'in kvadratı, yəni x-in yerinə 0 qoydum. Üstə gəlsin 4. Buradan da deməli 5 bərabərdir. A üstə gəlsin 4. A da burada elədir 1. A'nın 1 olduğunu tapdım. Yəni bizim funksiyamızın təpə nöqtəyə görə yazılışı x çıxılsın 1'in kvadratı üstə gəlsin 4'dür. Bizdən də f4'ü soruşur da, düzdürmü? F4. F4 nəyə bərabərdir? 4 çıxılsın 1'in kvadratı üstə gəlsin 4. 9 üstə gəlsin 4 edir 13. Sonra deməli 51-ci suala baxaq. Deməli 51-ci sualda bizə deyir ki, durğun sudakı sürəti durğun sudakı sürəti 50 km/saat olan motorlu qayıq çayın axırı ilə 3 saatda getdiyi yol axına qarşı 4 saatda getdiyi yoldan 8 km azdır. Deməli çayın axma sürətini tapın. Aydındırmı? Deməli birinci baxın burada nəyə diqqət etməliyik? Bu motorun sürəti nəyə bərabər? V belə deyək, qayıq deyək, motorlu qayıq. V qayıq nəyə bərabərdir burada? 50 km/saat. İndi V çayı bilmir, yəni çayın sürəti. Ona görə V çay bərabərdir sual. Yəni bunu axtarırıq. V çay ilə işarə edir, daha doğrusu qayığın sürəti. Baxın, biz də bilirik ki, əgər qayıqla çay eyni istiqamət, daha doğrusu çay axını ilə eyni istiqamətdirsə, onda sürətli toplanır. Demək, onda sürət neçə edəcək axın ilə gedəndə? V qayıq üstə gəlsin, V çay eləyəcək, düzdür? Və bunu da biz 3'ə vuranda, yəni getdiyimiz yolu əldə edərik. Yəni S-i tapanda onda necə? Yəni getdiyimiz yolu tapanda nə edəcək? Qayığın sürətini, yəni çayın sürətini toplayıb 3'ə vuracağıq. Aydındır, vurduq 3'ə. Bu bizim getdiyimiz yoldur. İndi burada da qayığın sürəti 50 olur. 50 üstə gəlsin V çay vurulsun 3'dür. Digər tərəfdən deyir ki, axına qarşı gedəndə sürəti çıxır. Yəni burada V qayıq çıxılsın V çay olacaq. Aydındır. Deyir, axına qarşı 4 saata getdiyi yol nədir? Demək, bunu vurduq 4'də. Demək, ondan deyir, getdiyi yol 8 nədir? Kilometr azdır. Demək, bundan da 8'i çıxmalıyıq. Aydındırmı? Yəni, bu 4 saata getdiyi yoldan 8 kilometr azdır. Yəni, bu yoldan çıxır 8'i. Demək, onda S də nəyə bərabərdir? Yəni, həmçinin buna. Buradan da nəyə bərabərdir? İndi buna bərabər, düzdürmü? İndi fikir verin, S buna bərabərdir. Yol, həm də buna bərabərdir. İki ifadəyə bərabərləşdirsək, deməli, 50 üstə gəlsin V çay vurulsun 3 bərabərdir. Deməli V qayığın sürəti neçə idi? 50 çıxılsın V çay vurulsun 4 çıxılsın 8. Buradan 150 üstə gəlsin 3 V çay bərabərdir 200 çıxılsın 4 V çay çıxılsın 8. Deməli burada nə olur? 7 V çay bərabərdir. Burada 50 qalır. 50'dən də 8'e çıxsaq, deməli 42
Ve sayıda neye beraberdir? 6'ya beraberdir. 6 kilometre bölünsün saat. Aydındır mı hər kəsə? Sonra keçək 52-ci suala. Deməli, 52-ci sualda bizə deyir ki, qutuda 4 sarı var, qeyd edirik. 3 qara var və 5 yaşıl var. Təsadüfən seçilmiş iki qələmin eyni rəngi olması hadisəsini tapın. Demək, eyni rəngi nə deməkdir? İki qələm seçir, düzdürmü? İki qələm. Biz burada iki qələm seçilməyindən bilirik. Yəni, əlbəttə ki, mümkün halların sayı, kombinizon neçədə burada? Məsəl üçün, qələm var. Ümumi toplasaq, demək, 12 qələm var da, düzdürmü? 12 qələm. Demək, qələm. 12 də qələm var. Mümkün halların sayı nə deməkdir? Demək, M neşərində kombinizon 12-dən 2 deyil. 12-dən 2 seçəcək. Baxın, bizə burada deyir ki, iki qələmin eyni rəngi. Bu eyni rəngi o deməkdir ki, yəni məsəl üçün 4 dənə sarı yoxdur və yaxud da 5 dənə, 3 dənə qara, 5 dənə yaşıl. Əlimi atanda çıxardıramsa x də sarı olsun və yaxud da x də yaşıl olsun və yaxud da x də qara olsun. Yəni burada məntiq zətdən yanaşanda belə fikirləşə bilərik ki, məsələn əlimi atdım, x də sarı çıxa bilər. X də sarı çıxmaq nə deməkdir? Əlverişli halların sayı. Məsəl üçün burada məsəl üçün x-də sarı çıxma hadisəsi. Nə demək? Kombinizon 4 dənədən ikisi ola bilər. Düzdürmü? İkisi də qara çıxma, yəni kombinizon 3 dənə, yəni qara qələmdən ikisi ola bilər. Bir də yəni ikisi də yaşıl çıxma nə deməkdir? Yəni kombinizon 5 dənə qələmdən ikisidir. İndi bunların müxtəlif üsulla yaza bilərsiniz. Yəni məsəl üçün bunlar məsəl üçün ikisinin də sarı çıxma ehtimalını tapa bilərsiniz. Sonra ikisinin də qara, ikisinin də yaşıl çıxma ehtimalı. Sonra toplaya bilərsiniz. Və yaxud da bunları toplayıb ümumi əlverişli alan sayına da bölə bilərsiniz. Aydındır. Mən birinci bunları toplayacağım, sonra böləcəm. Yəni onda PA hadisəsinin ehtimal nəyə bərabərdir? N bölünsün M-dir də. M nədir? Mümkün alan sayı, N nədir? Əlverişli alan sayı. Əlverişli alan nədir? Hərəsinin yəni 2 dənə çıxmaqdır. Yəni kombinizon 4-dən 2. Yəni bu sırf sarı çıxmaqdır. 2 dənə kombinizon 3-dən 2 ancaq qaradır və bir də kombinizon 5-dən 2 ancaq yaşıldır. Yəni ikisi də yaşıl olsun. Bölünsün ümumi kombinizon 12-dən 2-yə. Bu da bərabərdir. Deməli, kombinizon 12-dən 2 neçə verir bizə? Deməli, 12 bölünsün, 12 bölünsün 11 bölünsün 2 verir. Düzdürmü? Yuxarıda deməli hamısını hesablasaq. Burada elə qarşısında hesablayaq da elə. Deməli, bu 12 bölünsün 11 bölünsün 2. Bizə bir 66. Buradan qeyd edirik. Bu 66-dır. Kombinizon 4-dən 2 nə demək? 4 faktorial bölünsün 2 faktorial bölünsün 2 faktorial bərabərdir. Deməli, 3 vurulsun 4 bölünsün 2 6-dır. Sonra bu da elə 3 verəcək bizə xassədir. Bu da nəyə bərabərdir? 5 faktorial bölünsün 2 faktorial bölünsün 3 faktorial. Bu da demək 4 vurulsun 5 bölünsün 2 10 edir. Demək sürətdə bulanın cəmi 13 üstə gəlsin, 3 üstə gəlsin 6. Yəni bu da bizə nəyi verir? 66-da 19. Cavab 66-da 19-dur. Bunu qeyd edirik buradan. Sonra növbəti gəldi. Aha, bu sual. Bundan sonra üstündə yaza bilərəm elə. Deyir ki, çevrədə A nöqtəsindən uzunluğu 12 və 10, daha doğrusu 16 və 12 olan qarşılıqlı perpendikulyar iki vətər çəkilmişdir. Çevrənin uzunluğunu tapın. Baxın, bura perpendikulyarsa biz də bilirik ki, deməli, daxilə çəkilmiş bucaq söykəndiyi göğsün yarısıdır. Və deməli, diametrə söykənən daxili bucaqda 90 dərəcə olur. Düzdürmü? Bizdə ona görə bilir ki, bu 90 dərəcəsi avtomatik nədir? Diametrə söykənib. Düzdür? Yəni, bura ilə bura bərabər R deyə bilərik. İndi baxın, bura 16-dırsa, bura məsələn 12-dirsə, onda hipotenuz neçə olacaq? 20. 2R bərabərdir 20-yə, R də bərabərdir 10-a. Çevrənin də uzunluğu 2pi R-dir. Yerinə qoysaq 20 pi-yə bərabər olacaq. Sonra keçək deməli 54-də. Bizə deyir ki, oturacağının diagonalı AC bərabər 4 köşətdə 3, yan tiri AC bərabər 4 olan düzgün 4 bucaqlı piramidanın deməli həcmini tapın.
Düzgün dördbucaqlı nədir? Yəni kvadratdır. Aydındır. Deməli, burada diqqətlə fikir verirsiniz, görərsiniz ki, AC neçədir? Burada 4'dür. Baxın, daş AS. AC isə AZ deyək ki, qarışmasın. AC isə 4 kökətdə 2'dir. Bu nöqtədə diaqonalların kəsmə nöqtəsidir və yarıya bölünəcək. 2 kökətdə 3, burada 2 kökətdə 3. İndi üçbucaq AO B necədir? Bura perpendikulyardır, yəni aydındırmı? Necə üçbucaqdır? Düzbucaqlı üçbucaqdır. Onda bura bir H desək, 2 kökətdə 3'ün kvadratı üstə gəlsin. Katetlərin kvadratı cəmliyə bərabərdir hipotenuzun kvadratına. Buradan da H kvadrat bərabər 16 çıxılsın 12. H da niyə bərabərdir? Buradan 2'yə bərabərdir. Hündürlüyü 2 olduğunu tapdıq. Həcmini soruşanda, baxın, bu düstur birinci yazma liməsində 3'də 1 S oturacaq, vurulsun H deməkdir, düzdürmü? Baxın, biz burada yəni oturacağın sayısını tapıb hündürlüyə vurmalıyıq. Sonra 3'də 1'ə vurmalıyıq. Oturacağı nədir burada? Düzgün dördbucağı kvadratdır. İndi biz də bilirik ki, düzgün dördbucaqda diagonal tərəfin kökətdə 2 mislidir. Məsələn, tutaq ki, tərəf A ise diagonal kökətdə 2A'dır. Onda burada kökətdə 2A niyə bərabər olmalıdır? Diagonala. Yəni 4 kökün altında 3'ə. A'nı da tapsaq, deməli 4 kök altında 3'ü böləcək kökətdə 2'yə. Bu da niyə bərabər olacaq? Deməli, belə olacaq da 2 kökün altında 2 vurulsun kökün altında 3. O da 2 kökün altında 6. Qələmin rəngi dəyişir. Demək, tərəfi neçədir? 6'dır. Oturacaqdakı kvadratın sayısı niyə bərabərdir? A'nın kvadratına. O da bərabərdir. 2 kökətdə 6'nın kvadratı eləyəcək. Deməli, 24. Sayısı 24'dür. Hündürlüyünü də bilirik. Düsturda yerinə qoysaq, deməli, 3'də 1, 24 vurulsun. H neçədir? 2. Bu da eləyəcək 16. Buna bu 8, 8, 2, 16. Sonra keçək sonuncu suala. Bu da nə deyir? Sənin 6'da 5 hissəsi su ilə doludur. Səndəki suyun 5'də 1 hissəsini işlətdikdən sonra 80 litr su qalarsa, sən neçə litr su tutur? Deməli, son sual 55. Deməli, burada deyir ki, məsələn, sən tutaq ki, x litr su tutur. İndi 6'da 5 hissəsi su ilə doldursa, yəni demək 6'da 5x qədər su var. Və bizə deyir ki, suyun 5'də 1 hissəsini işlətdikdən sonra 80 litr su qalır. Yəni 5'də 1 hissəsini işlətmək nə deməkdir? 6'da 5'in x-in birinci 5'də 1 hissəsini tapaq. Niyə bərabərdir? 6'da 1 x-a. Yəni bu qədər su işlətmiş. Nə qədər su var idi? 6'da 5x. Ondan çıxırıq 6'da 1x. Bu da niyə bərabərdir? 6'da 4x, yəni 3'də 2x-a. Demək, işlətdikdən sonra nə qədər qalacaq? Yəni olan sudan işlətdiyimizdə çıxacaq, yerdə qalır 3'də 2x. Və bu da deyir ki, 80 litrə bərabərdir. 3'də 2 x də bərabərdir. 80 litr x-i tapsaq, 80'i 2'də 3'ə vurmalıyıq. Bu da bərabərdir 120 litr. Elə x da nə idi? Sənin tutduğu suyun miqdarı deyil idi. Elə ona görə də cavab 120 olur. Deməli, bütün sualların həllini verdim. Ətrafın nəsə, hansısa bir hissəni başa düşməsəniz, şərhlərdə qeyd edə bilərsiniz. Bir də kanala abunə olmağı unutmayın. Növbəti videolarda da, yəni, sınaqların izahı gələcək. Sağ olun.